Gəncədə bıçaqlanma baş verib. Hadisə şəhərin Əziz Əliyev prospektində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüddü Arzu Hüseynov bıçaqlanma diaqnozu ilə Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Yaralı şəxs dərhal əməliyyat olunub. Dünən bizə 21 adirədə daxil oldu vətəndaş Hüseynov Arzu Şahinoğlu 2000-ci təvəllüd döş qəfəsinin sol tərəfində daxilə keçən kəsilmiş deşmiş yaralanmasına görə təxirə salınması əməliyyat aparılıbdır. Trakotomiya, ağciyərin və perikardiyalasının tikilməsi. Hal-hazırda vəziyyəti orta ağrıdır, keçirilən əməliyyata uyğundur. Dəmir şöbəsində müvafiq müalicə aparılır. Araşdırma zamanı müəyyən olunub ki, 25 yaşlı şəxsi Daşkəsən rayon sakini həmyaşıdı Sənan Bağırov aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Arzu Hüseynova kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Daşkəsən rayon sakini Sənan Bağırov saxlanılaraq istinaqa təhvil verilib. Məlumata görə hər iki şəxs dost olublar və eyni toyda qonaq kimi iştirak ediblər. Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir.